Salam uşaqlar, bu gün nə demək öyrənəcəyimiz yeni bir mövzu var. Yeni mövzumuz daha çox 11-ci sinif Azərbaycan tarixində milli partiya və təşkilatların yaranması ilə bağlıdır. Ümumiyyətlə Azərbaycanda milli partiya və təşkilatların yaranması 20-ci əsrin əvvəllərini təsəvvür eləyir. Ondan sonraki dövrdə çox da təsəvvür etmir. Və burada əsas nəyə qeyd etmək lazımdır? 1905-1907-ci illər Rusiyada baş vermiş burjua demokratik inqilab uşaqlar. Demək, həmin inqilab dövründə də Azərbaycanda milli partiya təşkilatı yaranmağa başlayır. Başlayaq. Demək, birinci demiş olar başlayır, demək, hardan? Birinci başlayırıq. 20-ci əsrin əvvəllərində milli burjuazyanın lideri Tağıyev olmuşdur. Milli Cəlamcı rəhbəri isə təbii ki, Əlimərdan bəy Topçubaşov olmuşdur. Əlimərdan bəy Topçubaşov ümumiyyətlə Azərbaycan tarixinin önəmli bir yerə sahib şəxs. Təbii ki, Tağıyevdir, təbii ki. Tağıyev Azərbaycan xeyriyyətçisi, Əlimərdan bəy Topçubaşov isə Azərbaycan tarixində elm və dövlət xadimi olaraq çox böyük məsələlər tutmuşdur. Məsələn, Əlimərdan bəy Topçubaşovla bağlı nə deyə bilərik? Azərbaycan Xalq Cümhuriyyəti 1918 7 dekabr parlamentin yaradılması ilə parlamentin ilk sədri olmuşdur Əlimərdan bəy Topçubaşov. 1905-ci il Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə deməli Çar hökumətinə ərz-hal, xahişnamə təqdim etməsi demiş olar. Bu nədir? 1905-ci il Əlimərdan bəy Topçubaşov Çar hökumətinə ərz-hal təqdim edir. Yəni xahişnamə. Bu xahişnamə nə ilə bağlıdır? Yəni müsəlman xalqların hüquqları, onların elm, təhsillə bağlı olan xahişinə ibarətdir. Çünki Çar Rusiyası tərkibi dövründə Azərbaycanda yaşayan müsəlmanların bir çox hüquqlarından məhrum idi. Təhsil cəhətdən, siyasi olaraq, iqtisadi olaraq, bütün sahələr üzrə xahiş edir ki, müsəlmanlar da məsələn deyək ki, seçkilərdə iştirak etsin və yaxud təhsil alsın öz ana dilində, öz ana dilində kitablar çap olunsun. Yəni bununla bağlı Çar Rusiyasına və Çar hökmdarı 2-ci Nikolaya xahiş edir. Əlimərdan bəy Topçubaşova qədər belə bir şey olmuşdumu? Yəni belə bir xahiş olmuşdumu? Olmamışdı. Bunu biz deyirik ərz-hal, yəni xahişnamə. 1905-1906-cı ildə Nəşr Maarif və Nicat adlı cəmiyyətlərimiz yaranmağa başlardı. Bu cəmiyyətlərin təbii ki, Nəşr Maarif və Nicat. Nədir bu adlardan diqqətlə fikir versək görə bilər ki, daha çox təhsillə bağlıdır. Çünki Azərbaycanın bu dövlət xadimləri, siyasi xadimlər daha çox çalışırdılar ki, Azərbaycanlı gənclər, Azərbaycanlı uşaqlar, qızları təhsil alsınlar. Çünki gələcəyin onlar üzərində olduğunu da yaxşı anlayırlar. Başlayaq. İlk təşkilatımız hansıdır uşaqlar? 1903-cü ildə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış Müsəlman Gənclik Təşkilatı uşaqlar deməli. Müsəlman Gənclik Təşkilatı ilk təşkilatımızdır. Bu təşkilatın əsas məqsədi nədir uşaqlar? Diqqət eləyək. Əsas məqsədi müstəmləkə zülmünə qarşı mübarizə aparmaq. Yəni biz Rusiyanın tərkibində olduğumuz üçün biz nə sayılırıq? Müstəmləkə sayılırıq. Və Rusiyanın müstəmləkə zülmünə qarşı mübarizə aparmaq. Bu ilk təşkilatımız və Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmışdır. İkinci təşkilatımız hansıdır? 1904-cü ildə Məmməd Əmin Rəsulzadə və Mövsümov tərəfindən Hümmət adlı təşkilat yaradılır. Bəs bu təşkilatın məqsədi nədir? Fəhlələr arasında çox diqqət eləyək. Fəhlələr arasında siyasi iş aparmaq. Bu təşkilatı yaradanlar sonra buradan uzaqlaşdılar. Səbəb bu təşkilatın ətrafında birləşənlər Rusiyanı dağıtmaq istəməmələri idi. Çünki Hümmət təşkilatının məqsədi nədir? Məqsəd fəhlələr arasında siyasi iş aparmaqdır. Burası qədər bildik. Amma zamanla Rəsulzadə və Mövsümov gördü ki, bunun tərkibində olan bəzi bolşeviklər, yəni Rus o milliyyətçiləri, məqsəd Rusiyanı dağıtmaq deyil, Rusiyanın ətrafında yeni bir sistem qurmaq. Amma Rəsulzadə və Mövsümov məqsədi nə idi? Xalqı savadlandırmaq və Azərbaycan gələcəkdə müstəqilliyini təmin etmək. Demək, ikinci təşkilatımız bundan ibarət oldu. Gəldik demiş olar demək, əsas məsələlərdən birinə. İndi təşkilatla partiya ola bilsə fərqli bir şeydir. Partiya tam rəsmi artıq bir qurum sayılır. İlk milli partiyamız uşaqlar hansıdır? Qeyrət partiyası sayılır uşaqlar 1905-ci ildə Gəncədə Ələkbər bəy Rəfibəyov tərəfindən ilk milli partiyamız yaradılır. Bu ilk rəsmi partiyamız sayılır. Daha çox bu partiya Şuşa və Bakıda fəaliyyət göstərmişdir. Deməli, Rusiyanın demək bu partiyanın tələbi nə idi? Qeyrət partiyasının bir şey nə diqqət etmək lazımdır? Daha çox harda uşaqlar yaranmışdır? Gəncə şəhərində uşaqlar deməli fəaliyyət göstərmişdir. Gəncə şəhərində yaranmışdır və bəzən çox vaxt qarışdırırıq bunu biz Bakı götürürük, amma Gəncədə yaranır. Bu partiya
Rusiya Federativ ölkə olması istəyirdi və Azərbaycana muxtariyyət. Azərbaycanın ilk və rəsmi olaraq muxtari fikrini irəli sürən partiya sayılır. Bunu diqqət eləyək. Ümumiyyətlə bununla bağlı imtahanlar qabağımıza suallar çıxır və çox diqqətli olmalı mövzulardan biridir. Düz balaca bir mövzudur. Bu mənim özüm hazırladığım konspektə aiddir. İstəyənlər indi sosial şəbəkələrdə paylaşıb və ya məndən də istəyə bilərsiniz, göndərə bilərəm sizlərə. Deməli, Azərbaycan demək müxtəlif fikrin irəli sürülməsi, Rusiyanın federativ olması irəli sürən partiya hansıdır uşaqlar dedik? Geriyə partiyasıdır. Bir də bu partiyanın davamçısı var uşaqlar. 1900 demək uşaqlar, 1917-ci ildə demək Gəncə şəhərində yenidən uşaqlar yaradılmış, Nəsib bəy Yusufbəli tərəfindən yaradılmış partiya var idi. 1917-ci ildə. Bura qeyd etdim. Nəsib bəy Yusufbəli tərəfindən Türk Ədəmi Mərkəzi Partiyası. Bu partiyanın da məqsədi nə idi? Bu partiyanın da həmən Nəsib bəy Yusufbəlinin yaratdığı partiya. Məqsəd, yeni məqsəd idi, Rusiya Federativ olsun, Azərbaycan müxtəlif edilsin. Demək, ilk Qeyrət Partiyası olub, sonra Qeyrətin davamçısı hansı olur deyirik? Türk Ədəmi Mərkəzi Partiyası. 1917-ci ilə aiddir. Davam edək. 1906-cı ildə Əhməd Bağıyev tərəfindən Difai Partiyası yaradılır. Bu partiya əsas məqsədi oydu ki, ermənilərin soyqırımına qarşı. Bildiyimiz kimi uşaqlar, bilməyənlər də bunu da getirək. 1905-1906-cı illər Azərbaycanlılar ermənilər arasında soyqırım baş verir. Bu soyqırımına qarşı Azərbaycan bir çox siyasi və xadimlər partiyalar və təşkilatlar yaradırlar. Bunlardan bizim bildiyimiz Difai Partiyası. Difai Partiyasının hətta müsəlmanların döyüşən partiyası deyirlər. 1909-cu il təəssüf olsun ki, bu partiya fəaliyyətini dayandırır. 1907-ci ildə Şərəfzadə, Covarniski və Məlikov tərəfindən ittifaq təşkilatı yaradılır. Bu təşkilatın məqsədi ermənilərin soyqırımına qarşı mübarizə aparmaq. 1907-ci ildə Gəncədə Müdafiə adlı təşkilat yaradılır. Bu təşkilatın fəxri sədri İsmail Bəziyyət xanlı olmuşdur. İsmail Bəziyyət xanlı bu partiya əsas sədri. Bu təşkilatın yaradılmasında İbrahim Ağa Vəkilov xüsusi rol oynamışdır. Təşkilat daha çox bəy və ziyalıların idi. Təşkilat Yerzə və Borça qəzasında fəaliyyət göstərmişdir. İndi şöyle burada nə diqqət edirik? Deməli, Difai Partiyası çox bildiyimiz Difai dedik. Difai Partiyası, İttifaq Təşkilatı, daha sonra üzr istəyirəm, Difai Təşkilatı, İttifaq Təşkilatı və Müdafiə Təşkilatı. Bu üçünün ortaq cəhəti nə uşaqlar? Üçünün ortaq cəhəti nədən ibarətdir? Ermənilərin soyqırımına qarşı yaradılmış partiya və təşkilatlar sayılır. Difai, İttifaq, Müdafiə. Buna diqqət edək. 3 partiya, təşkilat. Davam edək. 1911-ci ildə Müsavat, yəni Bərabərlik Partiyası yaradılır. 1913-cü ildə partiya Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edir. 1915-ci ildə isə Açıq Söz qəzeti çapı olunur. Difai Partiyasının İrşad qəzeti var idi. Difai Partiyası, hər bir çox partiyanın özünün qəzeti var idi. Difai Partiyasının qəzeti hansıdır biz deyirik? İrşad qəzeti, Hümmət Təşkilatı isə Hümmət, Təkamül, Yoldaş qəzetləri kimi çap olunmuşdur. Bir iki dənə əlavə məlumat vermək istəyirəm. Deməli, nə demək burada diqqət edək? Müsavat Partiyası olan. Müsavat Partiyasının malı, bunun təzə yeni mövzular dəstəklərə ələ bulunub. Müsavat Partiyası bildiyimiz kimi Osmanlı Balkan müharibəsi var. 1911, 12-ci və 13-cü illər. Həmin müharibədə Osmanlıya dəstək verməyə çalışıb. Diqqət edək, Müsavat Partiyası Osmanlıya dəstək verməyə, Osmanlı'nın Balkan müharibəsində daha çox siyasi olaraq dəstək verib. Bunu bildik. Bir şart gəldi Difai Partiyası olaraq. Difai Partiya təşkilatı ilə bağlı nəyə proqram bilərik? Difai təşkilatı isə Cənubi Azərbaycanda məşrutə hərəkəti var. Uşaqlar yəqin ki oxumuşuq, bilirik. Məşrutə hərəkəti var. 1905, yazın bura uşaqlar qeyd edeyim. 1905, 1911. Bildiyimiz kimi 1905-1911-ci illərdə Cənubi Azərbaycanda baş vermiş nə hərəkəti var idi? Məşrut hərəkəti var uşaqlar. 1905-1911-ci illər. Həmən məşrut hərəkətini dəstək verib. Demək, Difai dəstək verib məşrut hərəkatına, Müsavat dəstək verib Osmanlı'nın Balkan müharibəsindəki deməli müharibəsini dəstək vermişdir.
Bundan qeyd etdik. Gəldik, uşaqlar, bayaq dediyim kimi, ermənilərin soyqırımına qarşı yaradılmış təşkilatlarımız hansılardır? Uşaqlar, Difai demək yaradılıb uşaqlar. Difai 1906-cı ildə bu təşkilatımız mübarizə aparıb. Müdafiə və İttifaq. Bu üç təşkilat ermənilərin soyqırımına qarşı mübarizə aparmışdır. Bu qədər uşaqlar, diqqətli olaq. Bu əsas mövzudur uşaqlar. Bu mövzular üzərində duraq. Qeydlərimizi götürək. İnşallah ikinci imtahana qədər yenidən dərs mövzularımızı paylaşacaq. Bu qədər, sağ olun.